Sadəcə su ilə hazırlanan bilinciklərin bu qədər yaxşı olacağını gözləmirdim. Xəmiri üçün 2 stəkan un, yarım stəkan qarıqdal nişastası, 1 ədəd yumurta, 1 çay qaşığı duz, 3 stəkan su istifadə etdim. Hamısını yaxşı qarışdırdıqdan sonra tel süzgəcdən keçirdim. Belə etdikdə xəmir tam hamar olur və bilinciklərimiz çox gözəl alınır. İçlik üçün mən əti soğanla qovurub istifadə etdim. Bilincikləri tavada nazik şəkildə bişirdim. Ən çox xoşuma gələn hissə bilinciklərin elastik alınması idi. Qızardarkən açılmasın deyə kənarlarını biraz su ilə isladıb bağladım. Sonda bol duru yağda qızartdım. Çölü xırçıltılı, içi isə yumşaq oldu. Açığı su ilə bu qədər dadlı alınacağını gözləmirdim. Mən bu resepti tez-tez hazırlayacağam. Videonu bəyəndinizsə nə edəcəyinizi bilirsiniz. Növbəti reseptdə görüşənədək. Hələlik.